Yaxşı, belə bir sual var. PO ilə PM-in fərqi nədir? Yəni product owner-la project meneceri bir-birindən ayıran nöqtə haradır? Bilirsiniz, project manager həm lap əvvəldən project manager anlayışı zaten var olubdur. Hər yerdə olubdur. Hətta gəlin belə deyim də, həmişə qədim dövrlərə getməyə xoşlayırıq da. Gəlin yenə gedək ora. Deyək ki, ilk növbədə insanlar necə başladı? Mağaralardan çıxdılar, getdilər ov eləməyə də. Ov eləməyə dağınıq gedə bilməzdilər də, mümkün deyil. Bir dənə project managerlər olubdu bunları ovlamaq üçün. Bu ovlama etapında project manager bir nəfər olubdu. Orada bir dənə nə bilim, yəni misal üçün deyirəm. İndi project manager kimdir? Gəldi ki, Murad bir dənə project manager olubdu orada. Ya Kamran da project manager olub və insanları toplayıb harasa aparıbdı. Project manager əslində bir də həm də eyni zamanda liderliyi olan bir insandır. Product owner'da nə olmalı, nə olmamalıdır sualının cavabında. Əslində product owner'da, project manager'da, scrum master'da, agile coach'da bunların hər birində ən önəmli olması gərəkən şey communication'dır. İnsanlara bir şey ötürmə bacarığı, onlara izah etmə, ikna etmə, kommunikasiyanı düzgün qura bilmə bacarığı çox önəmlidir. Baxın, bugünə kimi bir çox məsəl üçün PO yoldaşları görmüşəm, project manager yoldaşları görmüşəm. Uğurlu və uğursuz arasında ən kritik fərq communication məsələsidir.